Alkenlər bölməsi 9-cu sual. Normal şəraitdə sıxlığı 2,5 qram bölü litr olan alkenin neçə qramı 44,8 litr hoşgörülü reaksiya daxil olar? Birinci həmin o alkenin kimya formulunu tapmalıyıq. Bunun üçün nə edəcəyik? Bizə ipucu verib normal şərait. Bu böyük ehtimal bu alken qazdır. Doğrusu qaz olduğunu düşünürəm. Qazların da 1 mol normal şəraitdə 22,4 litrdir. Sıxlığı bizə nə qədər veribdir? 2,5 qram bölünsün litr. O zaman molar kütlə tapa bilərik. Molar kütlə nəyə bərabərdir? V vurulsun R'ya. 22,4-ü də 2,5-ə vuranda elir 56. Çelir 56. Əgər söhbət alkenindən gedirsə, alkenin ümumi formulu CnH2n-dir. Kütləsi də karbon 12 olduğu üçün 12n buradan gəlir. Hidrogenin kütləsi 1 olduğu üçün bir də 2n var. 2n də kütlə buradan gəlir. Cəmi 14n. Deməli 14n əgər 56-ya bərabərdirsə, oradan n tapırıq neçə? 4. Deməli söhbət C4 H neçədən gedir şu an? 8-dən. Alkenlər də bildiyimiz kimi 1 mol maddə, 1 mol alken 1 mol maddə ilə doyur. 1 mol alken neçə mol maddə ilə doyur? 1 mol maddə ilə. Çünki bunların bir pir abidəsi var, qırılır, birləşmə reaksiyası baş verir. Əgər bu H-klor birləşdirəcəksə, əgər bu H-klor birləşdirəcəksə, şu anda H-klor olacaq C4H9 klor. Yəni bir sözlə, normalda bunun 56 qramı 22,4 litr H-klor birləşdirir. İndi görəsən neçə qramı 44,8 litr birləşdirib, onu soruşur. Oradan da x-i tapsaz 112 qram eləyəcək. Aydındır? Başa düşdünüz? Hə.